Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində bu 2 mərtəbəli ev 124 min manata satışa çıxarıldı. Niyə görə bu evin üstünlükləri var? Birinci, yola yaxındır. Bax, bütün Bakubus, bax görürsünüz yolu, Xırdalan, Sumqayıt, bütün marşrutlara yaxındır. Yuxarıda təhsil mərkəzi var, aşağıda 2 nömrəli məktəbi var. Sonra, torpağı 2 sot yarımdır, 3 sota yaxındır. Bax, görürsünüz evi, çox yüksək keyfiyyətlə tikilib, hələ qiymətində yenə də endirim olunacaq. Ay, 124 mindən siz narahat olmayın, videonu çevirməyin. Narahat olmayın ki, mən bu evi ala bilmərəm. Bu evi elə siz ala biləcəyiniz evdir. Mütləq gəlin bu evə baxın. Əsaslar, qaz, su, işıq sayğacları, üçü də qapıda hazırdır. Kanalizasiyası mərkəzidir. Sonra paket kupçalıdır. Nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. 2 sot yarım, və 3 sota yaxın deyə. Baxın, həyata baxın. Bax, görürsünüz məsafəni. Hasar qırağı qəşəng güllər əkilib. Burada bağ yeri var. Zəhmət olmasa buranı da göstərək. Bax, görürsünüz, buradan da ara məsafəsi var. Bax, ara məsafəsi buradan da var. O ara məsafəndə bir dənə zəhmət olmasa göstərək. Bax, bura baxaq. Evin arxasında da ara məsafəsi var. Evin dörd bir tərəfinə fırlanmaq olur. Havalandırması var. Nə bilim, mərkəzi kanalizasiyanın trapı var burada. Evin qabağı belə qabancıqla bəzədilib. Pəncərələr şəbəkə pəncərədir. Ev müsya vurulub. Hasarlarda işıqlandırma var. Yavaş-yavaş zəhmət olmasa yaxınlaşaq. Birinci mərtəbəyə 2, 3, 4, tam etdə 5. Birinci mərtəbəyə 5 daş kürsülü ilə qalxırsınız. İndi gəlirik, giririk evimizin içərisinə. Bax, girən kimi belə bir koridorudur. Burada tam et olunub ki, ayaqqabı soyunan yerdir. Buralar zay olmasın. Gələn kimi elə birbaşa, buradan pilləkən qalxır 2-ci mərtəbəyə. Biz qonaq otağını göstərək. Bax, bu qonaq otağıdır. Bir də onu deyim ki, yeri də monolitdir. 1-lə 2-nin ortası da monolitdir. Üstündən də kəmər fırladılıb. Bax, bu zalıdır, qonaq otağıdır. Görürsünüz. Bir dənə zəhmət olmasa oradan çəkin. Bütün otaqlar radiatordur. Bax, radiatorların yerləri qoyulub. Ciftinə qədər pəncərədən var. Bu qonaq otağı. Yeşili yeri də qəşəng laminatdır. Sonra mətbəxinə baxın. Hazır evdir. Bu evi alıb-satqı eləyən kimi haçarı götürüb, beşləri birbaşa yığırsınız evin içərisinə. Qaz xəttinə qədər çəkilib, mebel arası keramikası vurulub, aspiratorun yeri burada hazırdır, tokuna qədər qoyulub. Nə izah edeyim? Hər bir şey hazırdır. Burada yoxdur. Mətbəxdə TV stentin yerinə qədər qoyulub, televizorda burada qoya bilərsiniz. Sonra bura birinci mərtəbənin hamam tualetidir, isti poldur. Görürsünüz. Davam eləyək. Burada qaladovkadır, artıq şeyləri yığmaq üçündür. Pilləkəni də ki, inşallah siz gəlib alandan sonra bir dənə ayaqqabı ilə biz burada çox şir eləyirik. Bir dənə dolğu laklanıb, abrabot olunub, təhvili veriləcək sizə. Bu da ikinci mərtəbə. İkinci mərtəbəyə çıxan kimi belə bir balkondur. Baxın. Bir dənə zəhmət olsa buradan dayanacağı göstərək. Dayanacağı bir dənə buradan baxın. Bax, bura dayanacaqdır, baba bura. Görürsünüz, bax, Bakubus, Xırdalan, Sumqayıt, taksilər hamısı buradan keçir. Bura evimizin balkon hissəsidir. Davam eləyək. Buradan da krişaya çıxmaq üçün. Gələndə yoxlayıb krişaya da baxarsınız. İndi yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır. Bir yataq otağı. Bu ikinci yataq otağıdır. Elə bir də buradan çəkin qapıdan. Bu ikinci yataq otağı. Bu da üçüncü yataq otağı. Bu da üçüncü yataq otağı. Bu da ikinci mərtəbənin sanitar qovşağı. Bu da istif oldu. Deməli, bir də izah eləyirəm. Saray qəsəbəsində, Saray postundan girəndə birinci svitofora çatmamış, soldadır bu ev. 124 min manatadır. Paket kupçalı evdir. Kanalizasiyası mərkəzidir. Qaz, su, işıq sayğaclarının üçü də qapıdadır. Qapının darvazanın ağzında xüsusi maşını saxlamaq üçün özünə aid olan yeri var. Qiymətində endirim olunacaq. Yaxşı endirim olunacaq. Necə? 2 sot yarım torpağıdır. Yəni əsas torpaqdır. Yəni bu 1 sot yarım da deyil, 1 sot da deyil, 2 sot yarım da, 3 sota yaxındır. Həyəti meydança boydadır. Gələndə görəcəksiniz. Bir dənə mən bilirəm 100% qiymətinə görə fikirləşəcəksinizsə, ondan da narahat olmayın. Mən bura gəl çağıracağım eviyyəsin, elə bir endirim eləyəcək ki, heç yəni ağlıza gəlməyən endirim. Yaxşı endirim olunacaq. Gəlib inşallah siz bu evi götürəcəksiniz. Sağ olun. Necə? Sağ olun.